Assalamualaikum qadrli savatdaşlar. Farabitor dersxanasına hoş geldiniz. Bugün hazırlık zaman uyku dili dersimizden 10. dersi başlayımız. 10. dersimiz leksikinin ikinci kısmı. Dersimizin başlayışından burun ötken saati sorap ötken iki sualımızga kısaca cevap berip ötümüz. Birinci, fonetiki bilen leksikinin farkı nima? Bunun cevabı fonetika bir tildeki tavuşlarını tadqiq qilgan fan, leksiki bolsa bir tildeki sözlerini tadqiq qilgan fan. Bu ikisinin farkı. Birisi tavuşlarını tadqiq qildi, yani birisi sözlerini tadqiq qildi. İkinci, höddes biti bir bal eken bu. Bir narsa asla ömülahman az pul sorap turib olatgan. Bu cümledeki adetki lug'at tarkibi bo'lgan so'zlarni topa olamsiz deganda bu cümledeki höddes, ömülahman, piti degan so'zlar adetki lug'at tarkibiga kirdi. Chunki bu so'zlar höddes bilan ömülahman ikkisi xotin dialektida qo'llanadigan so'zlar va piti degan shivlarda qo'llanadigan so'z bo'lg'achqa bularning hammasi adetki lug'at tarkibiga kirdi. Undaqda dərsimiz gəlsək, bugün düşəncə və söz haqqı toxunub ötümüz. Undaqda düşəncə degən nəmə degəndə, düşəncə deganimiz obyektiv şeylər və onların xüsusiyyətlərinin kişilərin meyasında əks etişi düşəncə, yəni uqum deyildi. Söz deganimizdə söz tilni təşkil qıldığan asası birlik, yəni söz bəlgilik bir məniyə erkin işlətişik bolduğan söz birligi söz deyildi. Düşəncə bilən söz bir-biri bilan zich münasibətlik, amma oxşaş bir narsa emas. Undaqda fərqini görüb ötsək, fərqi şularni öz ichiga oladi. Birinchi, har qandaq tushuncha söz bilan ifodalanadi. Lekin yordamchi so'zlar bilan imliq so'zlar garchi so'z hisoblansimi, ammo narsalar haqida biror tushuncha, ya'ni uqumni bildirolmaydi. Shuning uchun bu so'zlar tushunchaga kirmaydi. İkinci düşüncelerinin köpüncüsü bir söz bile ifadelendi. Ama bazı düşünceler iki ya ki onun artıq sözünün bir kişi arqılıq ifadelendi. Hatta bazı düşünceler bir qancha söz bilen ifadelendi. Mesela Ağbulaq degan söz ma'lum bir joyning ismi bo'lsa-mu, lekin bu düşünce Aq ve Bulaq degan iki sözünün bir kişiden tuzilgan. Bunun o'xshash misollar intayin ko'p. Mesela Mozay beshi desek, Mozay beshi degan söz Mozay ve beşin ibaret iki sözden terkip tapkan bir düşençe hesaplandı. Bundan başka yüz, çıray, ruhsar, camal, hüsn desek bularning hammasi o'xshash bir düşençini ifadelaydi. Ama bular ayrım-ayrım söz hesaplandı. Üçüncü, ba'zida bir söz orqali birli tushunchani emas, balki bir qancha tushuncha va ma'noni ifodalashga bo'ladi. Masalan, yo'ruq degan so'zni misolga olsak, yo'ruq yer, yuzi yo'ruq, kelajak yo'ruq, qatorliq bu yerdagi yo'ruq bir necha tushunchani ifodalagan. Bundan boshqa, qora degan so'zni misolga olsak, qora rang, ko'ngli qora, baxti qora, qora bosmoq, yüzüge qara sürmek qatorliq. Bu misollardagi qara degan so'z bir qancha tushuncha va ma'no ifodalagan. Söz və tushunchalarning farqini ko'rib o'tdik. Endi so'zning ma'nosiga kelsak, so'zning ma'nosi deganimiz so'zda ifodalangan obyektiv shaylar to'g'risidagi uqum so'z ma'nosi deyiladi. Masalan, ishchi, dehqon, ziyoli degan so'zlarni misolga olsak, ularning ifodalagan ma'nosi boshqa-boshqa bo'lib, o'xshamagan kasb bilan shug'ullanadigan emgekçi xalqni bildirdi. Ammo emgekçi desek, bu so'zning ifodalaydigan ma'nosi yuqoridagi so'zlarning ma'nosidan keng bo'lib, özünün güç kuvveti ve emgeki bilen cemiyet için maddi ve manevi baylıklarını yaratquchi kişilerini bildirdi. O'quvchi desek, bu söz maktablarda o'qish, bilim olish bilan mashg'ul bo'luvchi kishilarni ko'rsatadi. So'zlarning umumlashtirish xususiyati bir-biriga o'xshash bo'lmaydi. Umumlashtirish xususiyati ba'zi so'zlarning kengroq, ba'zi so'zlarning tarroq bo'ladi. Masalan, siyir, ya'ni inek, öküz degan so'zlar umum hukmni bildirdi, ammo kala degan so'zning umumlashtirish xususiyati siyir ham öküz degan so'zlarning umumlashtirish xususiyatidan ham keng bo'ladi. Endi söz ve tushunchaga asosan so'zning asli ve ko'chma ma'nosini ko'rib o'tamiz. Söz ma'nosi so'zning ma'no o'zaklarining paydo bo'lish vaqtining ilgari keyiniga asosan so'zning asli ma'nosi va so'zning ko'chma ma'nosi degan ikki turga ayrildi. So'zning asli ma'nosi deganimizda ma'lum bir so'zning aslidagi o'ziga xos leksikalik ma'nosi so'zning asli ma'nosi deyildi. Texim ochiq qilib aytganda so'zning eng dastlabki ma'nosi, ya'ni so'zning biror şeyi yoki biror hodisa haqidagi tushunchani
doğrudan doğru ifadələyən mənisini göstərir. Məsələn, baş degan sözü misalga alsaq, baş ağrıqı degəndəki baş bu yerdəki sözünün əsl mənası hesablandı. Amma baş yerib, baş kumandan, iki baş piyaz, sonun beşi, işinin beşi degan mənadagi baş köçmə mənası hesablandı. Qanat degan so'zni misolga olsak, to'qning qanoti, qushning qanoti degandagi qanot so'zning asl ma'nosi hisoblanadi. Ammo bu yerdagi eshikning qanoti, aeroplan qanoti, qanot yaydirildi, qanot ostiga ilindi, qanotimdan ayrildim qatorliq bu so'z birikmalariki bu yerdagi qanot so'zining ko'chma ma'nosi hisoblanadi. Sözünün əsli mənə yoki köçmə mənə kelganligi yekki sözdə ifadələnməydi. Faqat söz birikmisi yoki cümlə içində kelganda andan bilindi. Yəni bu sözlər bir söz birikmisi yoki bir cümlənin içində kelməsə, bu sözün əsli mənası yoki köçmə mənası ekanligini ayıramayız. Əmdi sözlərinin köçmə mənası gəlsək, sözün əsli mənası əsası barlıq gələn yeni mənləri, yəni əsli mənası üstüge yüklənən keyinki mənləri sözünün köçmə mənası deyildi. Sözünün köçmə mənası şu sözünün əsl mənası ifadələyən oqumның bəlgilik alayidlikləri yoki xarakterlərini özünə əsas qılğan halda şəkilləndi. Ondaqda sözlərinin köçmə mənləri qandaq şəkilləndi deganimizdə, sözlərinin köçmə mənləri əsasən kengaytiş və oxşitiş qatarlıq iki yol bilan şəkilləndi. Kengaytiş deganimizdə sözünün əsl mənasını kengaytib onu yeni məniga, yəni köçmə məniga qilishdir. Uyğur tilidagi ko'p ma'nilik fe'llar asosan so'z ma'nosining kengayishidan barliq kelgan. Masalan, tartmoq degan fe'lni misol olsak, biror narsani qo'l bilan tutib o'z tarafiga so'rmak yoki so'rash urinmoq bo'lsa, bu yerdagi tartmoq asl ma'nosi bo'ladi. Ammo bu yerdagi tish yulmoq degan ma'nodagi tish tartmoq, parda osmoq degan ma'nodagi pardani tartmoq, diqqətini cəlb qılmaq degan ma'nodagi diqqətini tartmaq, ko'ngli xalamaq degan ma'nodagi ko'ngli tartmaq, so'roq qilmaq degan ma'nodagi so'roq tartmaq, suv chekmak degan ma'nodagi suv tartmaq, niqob taqmaq degan ma'nodagi niqob tartmaq, tomoqlarni sunmaq ma'nosidagi tomoq tartmaq, ig'irlikni o'lchamak ma'nosidagi ig'irlikni tartmaq, zaylashmak ma'nosidagi zay tartmaq, yog' chiqarmaq ma'nosidagi yog' tartmaq, qapqı mıdırlamaq mənasiki qapqı tartmaq, anısıga oxşamaq, oxşaş mənasiki anısıga tartmaq, resimgi tartmaq, bir işdən qolunu çəkmək mənasiki bir işdən qolunu tartmaq, ziyan uçurmaq mənasiki ziyan tartmaq, boyu ösmək mənasiki boyu tartmaq, bundan başqa yıldız tartmaq qatarlıqlardakı bu yerdəki tartmaq fe'li əmmisində köçmə mənada gələn. Sözün köçmələri oxşitiş yolu arqılıqmı şəkilləndi degəndік. Ondaqda bunu görüb etsək, oxşitiş, təxlit qilish, köçürüb eliş, misalga eliş qatarlıq stilistik vasitələrinin yardım arqılıq sözünün əsli məna özü əsasında yeni mənalarını hasil qilish nəzərdə tutuldu. Bununda şeylər oturistiki oxşaşlıq münasibəti əsas qılındı. Oxşaşlıq münasibəti degəndə əsasən tövəndəki bir neçə xil oxşaşlıq göz tutuldu. Məsələn, birinci şekil yoki ko'rinish jihatdagi o'xshashlik, buni misol olsak, ig'iz degan so'zni misol olsak, ikkilar o'rtasidagi oziqlanish, so'zlash va ovoz chiqarish uchun xizmat qiladigan bo'shliq bu yerdagi ig'iz asli ma'noda kelgan. Ammo buningga shakli asosan o'xshash bo'lgan miltiq og'zi, quduqning og'zi, ko'cha og'zi, qutining og'zi qatorliqlardagi ig'iz bu ko'chma ma'noda kelgan. İkinci o'rin jihatdagi o'xshashlik, buningga oyoq degan so'zni misol olsak, odam, hayvon va boshqa jonliqlar gavdasining yerni tayanib turishi, yurishi yoki o'milish uchun xizmat qiladigan qism. Ya'ni bu oyoq degan so'zning asl ma'nosi hisoblanadi va ya'ni oyoq inson badanining eng tuvan qismiga joylashgan va shuning asosan tuvandagi ko'chma ma'nolar kelib chiqqan. Masalan, kepning oyog'i, suning oyog'i, stalning oyog'i qatorliqlar oyoq degan so'zning ko'chma ma'nosi hisoblanadi. Endi münasibət jihatdagi o'xshashlikni ko'rib o'tsak, buningga qarindosh degan so'zni misol olsak, qarindosh degan so'zning asli ma'nosi bir ota-onadan bo'lgan farzandlar degan ma'noni ifodalaydi va buning asosan ko'chma ma'nosida qarindosh millat, qarindosh davlat qatorliq ma'nolar qarindosh so'zining ko'chma ma'nosi hisoblanadi.
Rolu cəhətlik oxşaşlıq bununla baş sözünü misalga alsaq, əsli mənisdə Adəm bədəninin boyunun yuqarı qismini, yəni göz, qulaq, ağız, burun, miğa qatarlıq əzalar orlaşqan qismini göstərdi. Yəni bu yerdəki başın rolu da baş insanın bütün bədənini kontrol qılıb turğan bir qismi hesablandı. Şunun əsasən tövəndəki köçmənlər kelib çıxan, məsələn, baş komandan, baş injener, baş vəzifə, baş rol qatarlıqlar. Beşinci, hərəkət usulü cəhətlik oxşaşlıq. Bununla axlamaq deyən fe'lini misalga alsaq, axlamaq deyən fe'linin əsli mənisi boyumaq və aqartmaq deyən mənələrdə. Bu yerdəki axlamaq deyən fe'l işqab, tam qatarlıq nərsələrinin rəngini özgərtiş yoki aqartış mənasını ifadələyir. Şunun əsasən köçmə mənası kelib çıxan və cinayətçini axlamaq deyəndəki axlamaq bu yerdəki oxşaşlıq əsasən kelib çıxan köçmə mənası hesablandı. 6-cı nəticə cəhətlik oxşaşlıq. Bununla çirimək deyən fe'lini misalga alsaq, çirimək deyən fe'linin əsli mənası mikroorganizmlarının təsiri bilən buzulmaq, sesib ketken deyəndək mənələrini bildirədi. Bunundakı nəticə buzuluş bolğanlığı üçün şuna əsasən köçmə mənası kelib çıxan və köçmə mənasında idis çirimək, yəni idisi buzulmaq deyən mənadakı köçmə mənası kelib çıxan. 7-ci xarakter cəhətlik oxşaşlıq. Bununla sağlam deyən sözünü misalga alsaq, sağlam deyən sözünün əsli mənası keseldən xali, teni sağ deyən mənələrini bildirədi. Bunun əsasən tövəndəki köçmə mənaları kelib çıxan sağlam göz qaraş, sağlam iradə, sağlam dostluq qatarlıqlar sağlam deyən sözünün köçmə mənası hesablandı. Sözünün köçmə mənası obrazlıq, eniq, konkret boluşdək alaylık ega boludu. Şuna sözlər köçmə mənası işlətilgəndə tilinin ifadələş ünümü yuqarı götürülüdü. Şundaqla til canlılıqqa, obrazlıqqa ega boludu. Şunun bilan bir vaqtda sözünün köçmə mənasını elişi tilda köp mənlik sözlərinin şəkillenişigə əsas boludu. Yenə dərsimizin axırı gəldik. Dərsimizin axırda bu dərs münasibətli bolğan tövəndəki sualını sorab ötümüz. Düşənçi bilən sözünün fərqi nimə? Bu sualın cavabını YouTube videomuzun astadakı bağ qismiga yoki Instagram hesabımızın DM qismiga yazıb bəslənglər buldu. Undaqda keyinki saatlik dərsimiz görüşəylik. Görüşükcə aman bolunglar. Xeyir xoş.